Salam, hər vaxtınız xeyir əziz abituriyentlər. Bugün istəyirəm ki, şagirdlər üçün maraqlı olan və biraz qəliz olan hissələrdən biri haqqında sizə danışım. Deməli, bu testimiz və bununla yanaşı bir neçə test də var ki, bizim ikinci hissədə reported speech və yaxud da direct indirect speech mövzusu var, vasitəli vasitəsiz nitq. Orada 2025-ci ildə yeni əlavə olunan 100-dən sonraki testlər yeni əlavə olunmuşdur. Həmin hissələrdəndir ki, şagirdlər burada bəzən çaşa bilirlər. Bununla yanaşı 3 dənə də əlavə test izah edəcəm ki, rahat başa düşəsiniz. Deməli, bu mövzu lap əvvəllərdə, hardasa 10 il falan bundan əvvəldə düşdü. O zaman vasitəli nitqin vasitəsinin vasitəliyə çevrilməsini istəyirdi. Yəni, dırnaqlar atılandan sonra bir cümlə şəklində yazılmalı idi verilmiş cümlə. Amma indi artıq özü yazıbdır, dırnaq falan atmaya ehtiyac yoxdur. Sadəcə burada verilmiş cümlələrdə bəzi səhvlər verilibdir. Onları sizə izah eləmək istəyirəm. Elə başlayaq 104-cü testlə. Baxaq bu testimizdə hansı problemlər var. Variantlara bir-bir baxaq. Deməli, burada diqqət edin A bəndinə. Birinci, bu tell haqqında bir qeyd demək istəyirəm sizə. Bu tell feilimiz normalda özündən sonra birbaşa olaraq heç vaxt zət bağlayıcısı tələb eləmir. Yəni, biz telldən sonra birbaşa zət bağlayıcısı qoya bilmirik. Mütləq şəkildə telldən sonra bir obyekt gəlməlidir ki, məsələn, tell me. Sonra zət qoya bilərsən. Ümid edirəm ki, görünür. Hətta bunun rəngini biraz daha açıq edək ki, rahat görə bilərsiniz. Məsələn, tell me that. Bu formada olsa, o zaman demək olar. Amma tell that deyə bir şey yoxdur. Ona görə burada told, tellin keçmişid də. Buna görə A bəndini çıxarıq. Say feili haqqında da eyni şeyləri demək olar. Say feilində qayda necədir? Gəlin ona baxaq. Say that ola bilər. Və say feilindən sonra sən əgər obyekt əvəzliyi qoyursansa, gərək sözünü qoyasan, to sözünüzü, sonra obyekt əvəzliyi. Bax, burada önəmli məqam sözünü ilə bağlıdır, həm də zət hissəciyinin bağlayıcısının işlənməsi ilə bağlıdır. Burada zət bağlayıcıdır ki, bağlayıcısı. Deməli, telldən sonra mən zət qoya bilmirəm, saydən sonra that qoya bilərəm. Telldən sonra sözünü gəlmir, obyekt əvəzliyi ilə tellin arasına sözünü, to sözünüzü qoymuyoruz. Amma obyekt əvəzliyi qoydunsa, sonra that qoya bilərsən. Amma saydən sonra mütləq şəkildə obyekt əvəzliyi ilə arasında sözün olmalıdır. Bax, burada Emma said necə olmalıydı? To me. Ona görə B bəndini çıxaram. C bəndinə baxaq. Emma told me that. Bax, burada fikir verin, düz yazıblar. Tell, sonra obyekt əvəzliyi, sonra that qoya bilərəm. Burada problem yoxdur. D bəndinə baxaq. Emma said yenə eyni şəkildə nə olmalıdır? To me. Y bəndində də tell kimi as feilindən sonra da zət bağlayıcı qoymaq olmaz. Yəni, obyekt gəlir və yaxud da gəlmir, onun fərqi yoxdur. Sən gətirib bura zət bağlayıcı qoya bilməzsən. Burada cavabımız olacaq C bəndi. Bir də vasitəli nitqdə belə bir qeyd var ki, biz bəzi zaman zərflərini, bəzi zərfləri vasitəli nitqə keçəndə dəyişməliyik. Məsələn, yesterday də onlardan biridir. Yesterday yox, the day before yesterday olmalıdır. Yəni, vasitəli nitqdə yesterday istifadə eləmək olmaz, the day before yesterday olur. Ona görə burada cavabımız olur C bəndi. Keçək növbəti testimizə baxaq. Yəni, fərqli məqamlara istəyirəm toxunan bugünkü. Növbəti testimiz 130 və 131-ci testlərdir. Eyni bölməyə aiddir. Eyni hissədən istəyirəm testləri, mövzudan istəyirəm testləri izah edək. Bax, burada önəmli məqam nədir? Burada fikir verin, suggest feili verilib. Suggest feili haqqında, suggest, recommend, bu feillər haqqında bəzi qeydlərimiz var. Bax, suggest feili özündən sonra verilmiş cümləni özünə bağlayanda biz onu necə bağlayırıq? Bunun 3 forması var. Buna diqqət eləmək lazımdır. Birinci uşaqlar, birbaşa feili qoyub cümləni davam eləmək olar. Məsələn, go feilini tutaq ki, qoyuram. Hətta birbaşa belə yazaq. Verb üstə gəl ing. Hər hansısa bir feili verb üstə ing ilə verib davam eləmək olar. Suggest feilindən sonra
Sən that bağlayıcısı qoya da bilirsən, qoymaya da bilirsən. Yəni bu sənin özünə bağlı, versələr də düzdür, verməsələr də düzdür. Mübtədanı verərsən, sonra xəbəri verərsən, cümləni davam eləyərsən. Məsələn, Laura, bax burada going ilə veribdir, bu düzdür. 2-də Laura suggested you to do, burada artıq bu mübtədadsa, bu to do olmamalıydı, bu cümlənin xəbəri olmur. Deməli, you burada mübtəda deyil, nədə obyekt əvəzli idi və özündən sonra məslərli feil verilibdi. Feili məslərdə verilibdi. Biz bilirik ki, ing ilə vermək lazımdır. Ona görə bunu çıxaram. Laura suggested that we should go. Elə indi bunu deyəcəyik. Bir də that bağlayıcısını verib, üstə gəlir mübtəda, sonra should plus fail. Bir də bu formada vermək olar. Deməli, suggestdən sonra mən feili 3 formada qoya bilərəm. Birbaşa ing-li feil olaraq qoymaq olar. Bir, zət bağlayıcısı dediyim kimi qoymaq da olar, hər iki ehtimalla qoymamaq da olar. Mübtədanı verib, sonra should, sonra fail verə bilərəm və yaxud da birbaşa mübtədanı verib, xəbəri qoyub, shoudsuz davam eləmək olar. Deməli, burada cavabımız olacaq bizim 1 ilə 3, yenə 4-də də ing verib və bir dənə önəmli məqam deyəcəm burada sizə, bu da yazda qalsın. Suggest feilindən sonra biz obyekt əvəzliyi qoymuruq. Əvəzinə mübtəda qoyuruq. Mübtəda şəxs əvəzliyi də ola bilər və yaxud da digər nitq hissələri də ola bilər. Heç əvəzliyi olmaya da bilər. Yəni, obyekt əvəzliyi qoymaq olmaz. Hətta burada you da obyekt əvəzliyidir. Bunu da çıxarıq buradan. Bu formada da çıxmaq olar. 131-ci suala baxın. Eyni dediyim qaydadır. Baxın, ona görə yazdım ki, böyürdə tam bu suggesti başa düşə bilərsiniz. And suggested. İndi biz orada bir verb ing qoya bilərik. Məsələn, going. Bir zət mübtəda plus xəbər qoya bilərik. Məsələn, that we go. Bir də that mübtəda should sonra fail qoya bilərik. Yəni, burada cavabımız olur 1, 2, 5. 3-də obyekt əvəzliyi gəlib, burada da obyekt əvəzliyi gəlib, feili to'lu verib, ing-li verib, tamamilə səhvdir. Cavabımız olur 1, 2, 5, Y bəndi. Bununla bağlı bir dənə də suala baxaq. Deməli, 133-cü testi, eyni mövzunun 133-cü testi. Burada da diqqət etməli məqamlarımız nədir? Bir də öncədən sizə deyim ki, uşaqlar, əgər 100-dən bu mövzuda, reported speech-də, bu mövzuda 100-dən 140 dənə, 41 dənə belə test olmalıdır. 100-dən 140-a qədər deyək. Hər hansısa bir testdə problem yaşayırsınızsa, şərh bölməsinə yazın, növbəti videolarda həmin testlərin izahını sizə deyim. 130-cu testdə burada diqqət etməli məqamımız bizim sözönüdən də bildiyimiz kimi diqqət etməli məqam nədir? Ask feilidir. Ask feili kimdənsə nəsə istəmək və yaxud da xahiş eləmək mənasını verir. Düzdür? Ask boşluq somebody for something. Yəni, askın sözönü ilə işləmə qaydası belədir. Əgər kimdənsə nəsə istəyirsənsə, sözönü olmur, nə üçünsə xahiş eləyirsənsə, for qoyuram. İndi burada fikir verin nəyə? I asked, mən xahiş elədim kimdən? The assistant, köməkçidən. O zaman assistant somebody getdiyinə görə mən bura sözönü qoymayacam. For a recept, recept üçün ondan xahiş elədim. Nə üçün xahiş eləyirsən? Recept üçün bura for olmalı. Yəni, biri düz veriblər. Bu birbaşa ilə sözönünün qaydasına dayanır. Burada reported speech-də verilməsinə baxmayaraq, onsuz da say-dən, tell-dən sonra biz sözönlərə diqqət eləməliyik. Bu mövzuda bir neçə mövzunu birləşdiriblər də sanki. Digər mövzuları da bilməliyik. Məsələn, bax burada, the librarian asked me. Me heç nə olmayacaq. Niyə? Me somebody gedir axı. Kimdən istəyirəm? Librarian məndən, kitabxanacı məndən istədi. Nəyi istədi? To turn the music off. Bax, burada diqqət etməli məqam, bu artıq getdi hansı qaydaya? Complex object. Complex object qaydasına görə 3-cü qrup feillər, ki, ask da 3-cü qrup feildir. Üstə gəlsin object, üstə gəlsin to'lu feil. Bax, bir testdə bir neçə qaydalı, bax, bu reported speech-in içində verilir, vasitəli, vasitəsiz nitqin. Burada həm sözönü qaydası var, həm kompleks object qaydası var. İndi görək o birlərdə nə veriblər?
Deməli ask gəldi, bu üçüncü qrup feildir. Ortada bir dənə obyekt gəldi. İndi bu feilimiz necə olmalıdır? To turn the music off, to'lu olmalı idi. Bunu çıxaram. Üçüncüyə baxaq. Bir saniyə bunu silək. Mane olmasın bizə. Üçüncüyə baxaq. Linda asked me to look. Bu yenə kompleks obyektin qaydasıdır. Ask gəldi, üçüncü qrup feildir. Sonra bir dənə obyekt gəldi. Sonra to'lu feil gəldi. Bir düzdür, üç düzdür. Dördüncüyə baxaq. He asked me, yenə üçüncü qrup feil, kompleks obyektin qaydasıdır. He asked me, ortada obyekt gəldi. Necə olmalı idi? Məstər şəklində olmalı idi. İnkarda da olsa, not to park olmalı idi. Məstər də zerufda inkara düşə bilir uşaqlar. Sadəcə qabağına bir dənə not hissəciyi artırırıq. Xüsusilə də bu mövzuda məstərin və zerundun inkara düşmə hissələri xeyli verilibdir digər testlərdə. Hansı testdə problemi yaşayırsınızsa, şərh bölməsinə yazın, onların izahını verim. Məstər də zerund da inkara düşəndə sadəcə qabağına gətirib bir dənə not yazıram. Məsələn, testlərdə görəcəksiniz, bəzi testlərdə verilir. Məsələn, belə, to not park. Məstər inkara düşəndə not to ilə feilin arasına girmir. Belə olmur, belə olur. Not to park. Zerund da inkara düşə bilər. Məsələn, parking sözü, zerund ing ilə düzəlir bildiyiniz kimi. Parking sözü inkarda yazsam not parking. Bu hissələr bu mövzuda lazımdır. Deməli, burada cavabımız olacaq 1-3. Bu ümumiyyətlə 100-dən 140-a sona qədər olan hamısı yeni testlərdir. Əvvəl topluda yox idi. Çox maraqlı testlər var bunların içində. Siz də işləyin. İşləyəndən sonra nəyə başa düşmədiniz? Yazın. Hətta lazım olsa bunun ümumi bir mövzu izahını da çəkərəm sizə. Bütöv hamısının bir yerdə mövzu izahını çəkərəm. Buna daha rahat işləyərsiniz. Hər birinizə uğurlar.